Əziz izləyicilər, sizə qış üçün uşaq papağı toxumağın qaydasını göstərəcəm. Milçədən istifadə eləməklə və 2 dənə belə yarı yun, yarı akril sapdan istifadə eləyəcəm. Payız rəngləri də çox gözəl və bu rənglərin ikisini qarışdıracağım. Bəzən sadə rəngləri qarışdıranda çox fərqli və gözəl bir nəticə əldə eləmiş oluruq. Çox gözəl görsənir. Və mən də 2 rəngdən istifadə eləməyi düşünürəm və bu rənglərin qarışığı çox gözəl alınacaq məncə. Mən bir balaca toxuyub hazırladım sizə. İstəyirəm bundan bəhs edeyim. Bunun üçün bizə 200 qram sap lazımdır orta qalınlıqda və 5,5 nömrəli milçə lazımdır. Nisbətən qalın milçə götürürük. Çünki qalın milçə ilə toxunanda çox yumşaq, çox gözəl və belə gördüyünüz kimi mil naxışına oxşuyur. Bu arxa ilmə texnikasıdır. Deməli mən 40 dənə zəncir toxumuşam. Bunu hardasa 4-5 yaşında uşaq üçün toxuyacağam. Burada fərq nədən ibarətdir? Normalda bildiyimiz kimi papağı baş hissəsindən və yaxud da belə deyək də ayaq hissəsindən başlanılır dairəvi formada milçə ilə toxunanda. Amma bu fərqli bir texnika olduğu üçün bu yan tərəfdən başlanılır. Yəni bu papağın ümumi uzunluğudur. Məsələn biz bu hissəsi manjet olacaq və buradan büzüləcək, belə papaq forması alınacaq. Ancaq onun üçün müəyyən bir hardasa 20-25 sıra toxumaq lazımdır. Toxunuş izə necədir? Normal, məsələn, bildiyimiz yarım sütun toxuyuruq. Mən növbəti sıraya başlamışam. Ona görə lap sıranın başlanğıcını sizə göstərim ki, sizin üçün də aydın olsun. Zəncirlərinin üstlərini də bu qayda ilə toxumuşam. Növbəti sıraya keçəndə hündürlük üçün 2 əlavə zəncir toxuyuram və milçəni arxa ilməyə batıracağam. Sap üstünə atıram, milçəyə sap doluyuram və arxa ilmədən. Yəni biz normalda buradan toxumalıyıq da. Bildiyiniz kimi normal toxunuş bu ilmələrdən toxunur. Ancaq biz indi arxa ilmə texnikasına, yəni bu naxışı əldə eləmək üçün arxa ilmələrdən yarım sütun toxuyuruq. Baxın, üçündən də çıxardıram. İpi doladım milçəyə, arxa ilmədən batırdım və üçündən də çıxartdım. Bütün sıranı bu qayda ilə sona qədər toxuyacağım. Burada bir fərq var ki, bu sonda hardasa bir sıradan 5 dənə, 6 dənə ilməni sıx iynə və yaxud da ilmək kaydırma deyirik. Yəni ilmək sürüşdürmə, bir-birinin içindən çıxartmaqla o qayda ilə toxuyuruq ki, baş hissəsi bir balaca, yəni belə deyək də o ensiz alınsın, o formanı, papaq formasını əldə eləmək üçün. Onu eləməyə də bilərsiniz, dümdüz toxuya da bilərsiniz. Mən indi sıra sonuna qədər toxuyum, sonra o hissəni sizə göstərəcəm. Sıranın son hissəsinə yaxınlaşıram. Daha aydın olmağı üçün, yəni hardan ki başlamaq lazımdır, sıx iynə toxumağa, ora bir marker də taxa bilərsiniz. Yəni sizin üçün daha rahat olar. Onu da deyim ki, bu texnika ilə istənilən ölçüdə papaq, şərf, sunu toxumaq olar. Eləcə də jaket, jilet, koftalar kişi üçün, uşaq üçün yəni toxuya bilərsiniz. Baxın, mən gəldim artıq bu işarə qoyduğum yerə. Burada deməli, yenə də arxa ilmədən bir dənə sıx iynə toxuyacağım və qalan 1, 2, 3, 4 dənəsini isə belə birləşdirmə metodu ilə. Yəni bu birləşdirmə metodudur. İlmək sürüşdürmə də deyirik. Yəni sıranın sonuna qədər, baxın yenə də elə arxa ilmədən bunu elədim. Bunu bir sıradan bir, 2 sıradan bir eləyə bilərsiniz və bir zəncir toxuyub geri çevirirəm. Bu sırada isə ilmək sürüşdürmə yox, yəni elə sıx iynə toxuyacağım. Yəni o ip dolamayacağım milçəyə. 1, 2, 3, 4,
5. Görürsünüz, yəni burada forması bura nisbətən daha ensizdir. Yəni bu papağın büzülən hissəsi olacaq, bu isə qatlanan hissəsi olacaq. Bu qayda ilə müəyyən qədər, yəni bizə lazım olan ölçüyə gələnə qədər toxuyacağıq. Mən indi sizə toxuyub göstərəcəm. Baxın, mən bu qədər toxumuşam. Yəni bu kifayət eləyəcək. Sıra ilə sayanda neçə sıra toxumuşam. Deməli 2 qat iplə orta qalınlıqda və 5,5 nömrəli milçək ilə, deməli 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 27 sıra. 27 sıra toxumuşam. Baxaq neçə santimetr alınıb. Ölçünü, yəni buradan yox, yəni bu başın girən hissəsi buradan olacaq. Ona görə bu tərəfdən ölçmək lazımdır. Bizə təxmini hardasa 48-50 santı lazımdır. Yəni bu elastikdir. Gördüyünüz kimi çox yumşaq və elastik mil toxunuşu kimidir. Ona görə yəni bu belə deyək ki, enlənəcək. Baxın, deməli 30 və 38 santimetr. Təxmini 38 santimetr, ancaq bu enlənəndə hardasa 40-45 santimetr, yəni dartılanda, başa gedəndə 40-48 santimetr olacaq. İndi isə qalır birləşdirmə. Necə birləşdirməliyik ki, səliqəli olsun və birləşən deməli hissəsi görsənməsin, bilinməsin. Deməli bu zaman, yəni iynə ilə də tikə bilərsiniz, qalın iynəyə də tikə bilərsiniz. Milçənin özündən də istifadə edə bilərsiniz. Baxın, bu qayda ilə sap deməli aşağıda qalır. Bir dəqiqə. Mənim biri söküldü. Baxın, mənə tərəf olan, yəni özünüzə tərəf olan hissəni, yəni arxa ilməsindən götürüb bir-birinin içindən keçirtmək lazımdır. Deməli, əvvəlcə götürürük qarşı tərəfdən, sonra özümüzə tərəf olan hissədən və sap altındadır, sap aşağıdadır, yəni arxa hissəsindədir. Bütün ipləri, bütün ilmələri bir-birinin içindən keçirdirik. Baxın, əvvəl arxa tərəfdən, sonra öz tərəfimizdəki ilmədən milçəni salıb bir-birinin içindən çıxardırıq. Bu çox, yəni toxuduğumuz naxışa çox uyğun gəlir və birləşmə yeri bəlli olmur və bu papağın düz hissəsində qalır. Yəni biz onu tərsinə çevirmirik. Baxın, görürsünüz, yəni həmin naxışa uyğun olur. Bax, belə gözəl bir görüntü əmələ gəlir. Və bunu tamam sıra sonuna qədər birləşdirəndə sapı kəsib, iynəyə salırıq sapı və bu formada büzüb, yəni bunu tərs tərəfindən də büzə bilərsiniz. Baxın, belə bir papaq forması, çox gözəl, daha doğrusu papaq alındı və bu hissəni belə manjit formasında qatlaya bilərsiniz. Yəni mən bu formada toxumuşam. İstəsəz buraya qotaz, sapın özündən və s. hazır xəzlərdən də istifadə edə bilərsiniz. Belə çox gözəl, deməli bir papaq əldə eləmiş olduq.